Tən ekranın ortasında gördüyünüz yer Həzrəti Peyğəmbərimizin üzərində əyləşib xütbə elədiyi minbərdir. Ondan 30-40 metr sonra məzarıdır, hansı ki indi göstərəcəm və cəmaatın namaz qıldığı yer Rovzatul Cənnət, Cənnət bağçası adlanan yerdir. Və nisbətən aralıdan görsənən yer, yəni Peyğəmbərimizin məzarının arxası isə sağlıqlarında İmam Əli və xanım Fatimə Zəhranın yaşadıkları ev olub. Və gördüyünüz kimi yaxınlaşırıq Həzrəti Peyğəmbərimizin sağlığında Mədinədə yaşadığı evi, həmçinin Məscid-i Nəbəvi və Peyğəmbərimizin məzarı. Hər üçü də əlbəttə ki məşhur görüntü olan Yaşıl Günbəzin altıdır. Və yaxınlaşırıq o yerə. Allah sizlərə nəsib eləsin, müşküllərinizi həll eləsin, hacətlərinizi rəva, niyyətlərinizi qəbul eləsin, dərdlərinizə dərman eləsin, yaxınlaşmağa, məzarına yaxınlaşmağa bir neçə metr qaldığımız Peyğəmbərimizin hörmətinə Allah Taala sizləri qəlbinizdə Allahla nə sirri istəkləriniz varsa, nə dua və hacətləriniz varsa, hər birini inşallah tezliklə, xeyirlisi ilə nəsib eləsin inşallah və əlbəttə ki yaxınlaşırıq. Məxluqatın əşrəfi, yaradılışın səbəbkarı, azanda hər gün adı çəkilən, dünyanın indiyənə qədər də bəlkə mübarizə apardığı, amma Allahın zamin durduğu, yaşayan adlardan biri Həzrəti Peyğəmbərimizin məzarı. Tən ortada görürsünüz, yazılıb orada ərəbcə Rəsulallah sallallahu aleyhi və alihi və səlləm. Allah sizə də bu cür gəlib yaxından bu yerləri ziyarət etməyi, məzarını gördüyünüz Peyğəmbərimizin hörmətinə tezliklə nəsib eləsin. Allahumma salli ala Muhammed və ali Muhammed və əcil fərəcə.